Həzrəti Musa peyğəmbər 40 gün 40 gecə Sinay dağında Tanrının hüzurunda olur. O Tanrının ona verdiyi 10 əmri 2 daş lövhədə öz xalqına çatdırmaq üçün dağdan enir. Amma tam fərqli bir səhnə ilə üzləşir. Xalqı onu gözləmir. Xalqı o olmadığı müddətdə qızıldan bir buzov büt hazırlayıb ona sitayiş edirlər və bunu görən Musa peyğəmbər çox qəzəblənir. Bu dramatik an Tövratın 2-ci kitabı olan Çıxışda təsvir olunub və əsrlər sonra Renesansın ən böyük dahilərindən biri olan Michelangelo bu saniyəni mərmərdə əbədiləşdirib. Bu, Musanın hökmü adlanır və 6 hissədən ibarət olan heykəllər insanları heyrətə gətirir. Hətta deyilənə görə Michelangelo özü bu heykəli bitirəndə "Axı sən nəyə görə danışmırsan?" deyərək əlindəki çəkici yerə vurmuşdur. Əsərə diqqətlə baxın. Michelangelo Musanı qəzəbi partladığı anda göstərmir. O daha təhlükəli bir anı seçir. Qəzəbin saxlanıldığı anı. Baxın, əl saqqala sıxılıb, barmaqlar gərgindir. Ön qolda incə bir əzələ qabardılıb. Bu sadəcə bir anatomiya deyil, bu daxili partlayışın daşdakı izidir. Bir qədər canlı, bir qədər real. Və elə burada belə bir sual doğurur. İnsanı bu qədər həqiqi təsvir edə bilən bir sənətkar niyə Musa peyğəmbəri buynuzlu göstərib? Doğrudanmı Musa buynuzlu idi? Məsələ burasındadır ki, Michelangelo katolik xristianlığının mərkəzi olan İtaliyada yaşayıb yaratmışdır Renesans dövründə və o əhdi ətiqi Stridonlu Yeronimin İbrani dilindən Latın dilinə tərcüməsi olan Vulqatadan oxumuşdur. Bilməyənlər üçün əhdi ətiqi nə demək olduğunu izah edeyim. Bibliyaya aid bir termindir. Bildiyimiz kimi Bibliya 2 hissədən ibarətdir. Köhnə əhd, əhdi ətiq, yeni əhd, əhdi cədid adlanır. Yəhudilər köhnə əhdi qəbul edirlər, yəni əhdi ətiqi. Əhdi ətiq Musa peyğəmbərin həyatı və təlimlərindən ibarətdir. Yeni əhd isə İsa peyğəmbərin həyatı və təlimlərini təsvir edir. Bunu yəhudilər qəbul etmirlər, çünki onlar İsa peyğəmbəri peyğəmbər kimi qəbul etmirdilər. Amma xristianlar həm əhdi ətiqi, yəni köhnə əhdi və yeni əhdi, yəni əhdi cədidi qəbul edirdilər. Tövrat, yəni əhdi ətiq 5 hissədən, 5 kitabdan ibarətdir. Yaradılış, Çıxış, Levililər, Saylar, Qanunun təkrarı. Yeni əhd isə 4 kitabdan ibarətdir. İncil, Həvarilərin əməlləri, Apokalipsis və Həvarilərin məktubları. Bir məqamı da izah edeyim. Bu məqamı ötürmək olmaz. İbrani dilində sözlər yazılan zaman sait səslər ixtisara salınırdı və bir də İbrani dilində amonim sözlər çoxluq təşkil edir. Məsələ belə idi ki, Musa peyğəmbər Sinay dağına qalxır, orada 40 gün 40 gecə qalır və Tanrının ona verdiyi 10 əmri 2 lövhədə yazılmış şəkildə öz insanlarına təqdim etmək üçün dağdan enir. Ancaq o dağdan enən zaman insanların onu gözləmədiyini görür. Onlar qızıldan bir büt hazırlayırlar və ona sitayiş edirlər. Bunu görən Musa peyğəmbər çox qəzəblənir. Və Michelangelo sırf bu anı, qəzəblənmə anını təsvir etmişdir. İndi gəlin bu məqamın kitabdakı yazılışına baxaq. Burada qeyd olunan qırını sözü həm keren işıq, həm də buynuz kimi tərcümə oluna bilərdi. Amonim söz olduğu üçün. Nəyə görəsə Stridonlu Yeronim buynuzu seçir və belə tərcümə edir. Tanrı ilə görüşdüyü üçün Musa peyğəmbərin buynuzu yaranmışdı, amma özü bunu bilmirdi. Halbuki o belə olmalıydı. Tanrı ilə görüşən Musanın üzü işıldayırdı, amma özü bunu bilmirdi. Beləcə ilahi nur buynuza çevrilir. Sonradan bunun bir tərcüməçi səhv olduğu bilindi. Amma artıq çox gec idi. Çünki orta əsrlərdə və Renesans dövründə bir çox Musa peyğəmbərin təsvirlərində Musa peyğəmbər buynuzlu olaraq təsvir olunurdu. Sırf bu səhv ucbatından. İtalyanların məşhur bir deyimi var, traduttore traditore, yəni tərcüməçi xaindir. Bu deməkdir ki, tərcüməçi yeri gəlsə sözün özünü olduğu kimi deyil, mətnə uyğun olaraq tərcümə etməyi daha üstün tutmalıdır. Burada yəni tərcüməçinin əslində böyük bir risk qarşısında qaldığı göstərilir. Çünki
o seçim etməlidir. Ya sözə sadiq qalmalıdır, ya da ki, ümumi mənasına, kontekstə belə deyək. Və bu artıq bizi başqa bir istiqamətə gətirib çıxardır, hermenevtika probleminə. Bu termin öz adını tanrılarla insanlar arasında vasitəçi olan Hermesdən götürmüşdür. Amma fəlsəfədə bunun mənası o idi ki, tərcüməçi həm obyektiv olmalıdır, yəni mətnin ümumi mənasına dəyməməlidir, həm də subyektiv olaraq sözləri dəyişdirə də bilər. Aristotelin Pəri Hermeniyası adlı bir traktatı var və orada qeyd eləyir ki, adlar razılaşdırılmış mənaya uyğun olaraq formalaşır. Ümumiyyətlə, yəni adlar, yəni sözlərin yaranması ilə bağlı bir çox nəzəriyyələr var. Onlardan ən məşhuru Füsey və Tesey nəzəriyyələridir. Tesey nəzəriyyəsində denir ki, adlar ictimai razılığa əsasən formalaşır. Yəni insanlar bir araya toplaşır, ictimai olaraq razılaşırlar ki, indən sonra bu hərəkət, bu əşya bu cür səslənəcək. Bunun da yəni kökünü onunla bağlayırlar ki, yəni əgər ictimai razılıq əsasında hər hansı bir dilçilik qanununa razılaşırıqsa, deməli sözlərin yaranması da buna əsaslanır. Amma burada biraz boşluq var. Çünki baxın biz deyirik ki, ictimai razılıq əsasında sözlər formalaşır. Amma ən qədimə getsək, hələ sözlərin formalaşmadığı bir vaxtlarda insanlar necə razılığa gələ bilər ki, gəlin bu sözü belə adlandıraq. Füsey nəzəriyyəsində qeyd olunur ki, sözlərin kökü onların mənasına uyğun olmalıdır. Sözlərin səslənməsi onların mənasına uyğun olmalıdır. Məsələn, deyirik şırıltı. Şırıltı, diqqətlə qulaq assaq, əgər hər hansı bir su, maye axanda şır deyə səs gəlir, ona görə də şırıltı adlanır. Və ya yelləncək. Deyək, yelləncək yellənməkdən, yellənmək yeldən, yel isə hərəkət istiqamətini bildirən bir varlıq olduğundan yelləncək adlanır. Çünki onun kökü yelə bağlıdır. Yəni bu kimi nəzəriyyələr var. Qayıdaq təzədən Pəri Hermeniyasa. Yəni dillər formalaşdıqca, mədəniyyətlər formalaşdıqca sözlər də fərqli şəkildə formalaşır. Ola bilsin ki, bir dildə olan hansısa bir sözün digər bir dildə qarşılığı yoxdur. Ona görə yəni tərcüməçi əgər həmin sözü tərcümə edəcəksə, o zaman o tərcümə etdiyi mətnin özündən əlavə həmin mətnə dair bilgili olmalıdır. O sözün qarşılığı yoxdursa, onu əvəz edən ümumi mənaya uyğun olaraq hər hansı bir sözdən istifadə etməlidir. Bayaq da dediyimiz kimi, baxın bir tərcüməçi səhvi ucbatından uzun illər boyu, uzun bir dönəmdə üzü işıldayan peyğəmbər, yəni üzü işıq saçan, nur saçan peyğəmbər buynuzlu peyğəmbərə çevrilir. Bu tək tərcümə sənəti ilə bağlı deyil, bütün peşələrə aiddir. Hər kəs öz işinin peşəkarı olsa yaxşıdır. Necə ki Nizami deyir, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan.